Bəzən bir xalqın taleyi xəritələrdə deyil, xatirələrdə yazılır. Qərbi Azərbaycanın taleyi kimi. Bu torpaqlar İrəvan, Zəngəzur, Göyçə, Ağbaba, Şörəgil və digər böyük qədim mahalları əhatə edirdi. Şəhərlər öz tarixi abidələri, məscidləri və qədim memarlığı ilə xalqın zəngin mədəniyyətini əks etdirirdi. Amma 20-ci əsrin əvvəllərindən başlayaraq bu yerlərin əhalisi bir neçə mərhələdə köçürmə və deportasiya ilə üzləşdi. Kütləvi şəkildə köçürmə və deportasiya siyasəti 1918, 1920, 1948, 1953 və ən nəhayət 1987 və 1991-ci illəri əhatə edirdi. Öz doğma yurdlarından didərgin salınan Qərbi Azərbaycanlıların mənəvi ruhu isə sarsılmadı. Bu torpağın ruhu yalnız tarixi ilə yaşamır, həm də qədim mədəniyyəti ilə yaşayır. Qərbi Azərbaycan yallısı isə xalqın ruhunu və birliyinin əsas göstəricisidir. Bugün hər bir Qərbi Azərbaycanlının qəlbi öz doğma yurdunda döyünür və o günü gözləyir ki, yenidən öz torpağına qayıtsın.